Salam, hörmətli həmkarlar və hörmətli abituriyentlər. İndi isə biz sizlərlə birlikdə 308 növbəti situasiya məsələmizin izahına baxacağıq. Situasiyanın birinci hissəsi ilə başlayaq, yəni 28-ci çalışma ilə başlayaq. Ondan qabaq əvvəlcə məsələni oxuyaq. Bizə deyir, izomer alkenlər qarışığı verilibdir və alken qarışığı 400 qram 4% bromlu su məhlulunu rəngsizləşdirir. Yəni bilirsiniz ki, 400 qramın 4%-ni tapanda burada 16 qram brom eləyəcək. Deməli, başa düşdük ki, 16 qram brom 2 reaksiya üçün, yəni alkenin bromlu suyu rəngsizləşdirmə reaksiyasında alkenlər qarışığının daha doğrusu 16 qram bromdan istifadə olunub. Bromun emeri bilirsiniz ki, 160 qramdır. 1 mol brom 160 qrama uyğun gəlirsə, gəlin görək neçə mol brom 16 qrama uyğun gələcək. Buradan sərf olunan bromun mol miqdarının 0,1 mol olduğunu tapırıq. Deməli, reaksiya üçün sərf olmuş brom 0,1 moldur. Bu demək ki, reaksiya sərf olan alkenlər qarışığı da 0,1 mol olmalıdır. Niyə? Çünki birincisi bu alkenlər izomer alkenlərdir. İzomer alken o demək ki, yəni emirləri və formulları eynidir və istənilən alkenin bilirsiniz ki, 1 molu 1 mol brom 2 ilə bromlaşma reaksiyasına daxil olur, yəni birləşmə reaksiyasına daxil olur. Dolayısıyla desək, əgər biz reaksiya üçün 0,1 mol brom 2 istifadə etmişiksə, deməli bu reaksiya üçün cəm 0,1 mol alken istifadə olunur. O zaman alkenlər qarışığı X alkeni 4,9 qram sərf olunub, Y alkeni də 2,1 qram sərf olunubsa, cəm sərf olunan alkenlər qarışığı ikisi birlikdə 7 qrama bərabərdir. Və 7 qram alken qarışığı 0,1 mola bərabərdirsə, gəlin görək bu alkenlər qarışığı cəm 1 mol olsaydı, kütləsi neçə olardı? Alkenlər qarışığı ikisi birlikdə 1 mol olsaydı, onların kütləsi 70 qrama bərabər olardı və alkenlər izomer alkenlər olduqlarına görə bunlar üçün ümumi formulu CnH2n formulundan gedə bilərik. Yalnız bu halda hər ikisi üçün CnH2n formulunu götürəcəyik. Çünki əgər fərqli alkenlər olsaydı, onda formulları fərqli yazardıq. Yəni belə deyək də ikisini birlikdə 70 qram götürə bilmərik. Yəni ikisi birlikdə 1 mol 70 qram götürə bilərik söz yox. Amma ki tək-tək biz ikisini birlikdə CnH2n formulundan tapıb N-i hesablaya bilmərik. Amma burada alken izomer alken olduğuna görə, alkenlər qarışığı izomer alkenlər qarışığı olduğuna görə zaten izomer alkendirlərsə bunların formulları eyni formul olacaq. Ona görə eyni formulundan getdiklərinə görə CnH2n formulundan gedib burada N-i, yəni karbon sayını müəyyənləşdirə bilərik. CnH2n formuluna görə alkenlər qarışığının emiri 14N yazacağıq. 14N-imiz bərabərdir 70-ə, N-imiz 5-ə bərabərdir. N-in 5 olmağı o demək ki, həm X, həm də Y alkeni 5 karbonlu alkendir. Sadəcə olaraq bunlar izomer alkendirlər və birinin deməli kütləsi 2,1 qram olubdur, birinin kütləsi 4,9 qram olubdur. İkisi birlikdə 7 qram sərf olunubdur və hər ikisinin tərkibində N-in, yəni karbonun sayı 5-ə bərabərdir. Bizə deyir ki, X-in cis transdameri mövcuddur. Y-də isə, Y molekulunda isə sp2s örtülməsindən əmələ gələn deməli rabitə sayı 1-ə bərabərdir. O zaman belə deyək də, alken 5 karbonludur, alkenlər qarışığı 5 karbonludur və deyir ki, X-in cis transdamerliyi mövcuddur. Əgər X-in cis transdamerliyi mövcudsa, bu ancaq nə ola bilər? Penten 2 ola bilər. Niyə? Çünki baxın yazırıq CH3, CH, 2 qat rabitə CH, CH2, CH3. Bax, bu şəkildə yazılanda görürsünüz ki, cis transdamerlik nə deməkdir? Cis transdamerlik odur ki, 2 qat rabitəli karbonların hərəsinə ayrı-ayrı atom qrupları birləşsin və bu atom qruplardan ən azı biri ortaq olmalıdır ki, bunlarda cis transdamerlik yarana bilsin. Hidrogenlər müstərinin bir tərəfinə keçəndə cis, müxtəlif tərəflərdən keçəndə isə transdamerlik yaranır və cis transdamerlik ancaq penten 2-də müşahidə ola bilər. Deməli, cis transdamerlik yaranırsa, X alkenimiz olacaq penten 2. Y alkenində isə deyir sp2s qapanması üzrə rabitə sayı 1 dənədir. Onda mən bunu belə düşünə bilərəm. CH3, CH, 2 qat rabitə C, CH3, CH3. Niyə görə belə yazaraq? Çünki bax, belə olanda bu ikinci karbon sp2 vəziyyətdədir və sp2 vəziyyətdə karbona birləşmiş hidrogen sayı 1 dənədir və sp2s qapanması yalnız 1 dənə olacaq. İkinci karbon da sp2 vəziyyətdədir, amma ona hidrogen birləşmədiyinə görə sp2s qapanması mövcud deyil, orada 0 dənədir. Amma sp2s qapanması 1 dənə olan CH yazdığımızdır. Demək ki, Y alkenimiz olacaq 2 metil buten deməli 2 metil buten 2 olacaq Y alkenimiz. X alkenimiz də cis transdamerliyi olduğuna görə penten 2 olacaq. İndi bunu tapdıq. Bizə nə deyir? Gəlin baxaq. X, Y beynəlxalq nomenklatura adlanır. X-imiz oldu dediyimiz kimi penten 2. Y-imiz də olacaq 2 metil buten 2. Baxın, nömrələyib də yaza bilərsiniz istəsəz. 1, 2, 3, 4, 2 metil buten 2. Daha sonra bizə deyir ki, X və Y-in bromlu su ilə reaksiyalarını yazın və onlar alınan maddələri beynəlxalq nomenklaturdan adlandırın. Heç reaksiyanı yazmasaq da, müəllimlər, baxın, bu 2 qat rabitəli karbonlar
qırılır brom 2 ilə reaksiyaya girəndə. Hər 2 qat rabitəli karbona bir brom birləşir. Baxın, buradan bromu birləşdirdim. Adlandırsaq 1, 2, 3, 4, 5. 2, 3 dibrom pentan alınacaq. 2, 3 dibrom pentan. Digərindən isə yenə 2 qat rabitə qırılır. Baxın, bu 2 qat rabitə qırıldı. Qırılan yerlərdə brom birləşdirdik. Bu indi SP2 yazdığımı gəlin istəyirsiniz pozaq. Gəlin daha rahat, daha səliqəli yazaq. Dedik ki, CH3, CH, 2 qat rabitə CH3, CH3. İndi burada bromla reaksiya girəndə 2 qat rabitə qırılır. 2 qat rabitə qırılan yerdən bromlar birləşir. Belə bir maddə belə gələcək. Nömrələsək 1, 2, 3, 4. Olacaq 2 daha doğrusu 2, 3 dibrom, 2 metil butan. Yəni bromlaşma məhsulu 2, 3 dibrom, 2 metil butan maddəsi olacaq. Deməli, X, Y-in su ilə deməli su ilə reaksiyasını deyir. Mən bromla, bromu su ilə, bromu su ilə reaksiyasını deyir, su ilə deyir. Nəysə, bromu su ilə reaksiyasını yazdıq, adlanan maddeləri də adlandırdıq. Növbəti 30 dənə deyir, qrafik əsasən X-in bromlaşmasına sərf olunan bromun kütləsi və Y-in molekulunda birlik karbon atomlarının sayını hesablayır. İndi əvvəlcə gəl Y-in tərkibindəki birlik karbonların sayını tapaq. CH2, mən demişdik ki, penten 2-dir də. CH3, CH, 2 qat rabitə CH, CH2, CH3. Birlik karbon o demək ki, hər karbonun bir karbon qonşusu olsun. Gəlin baxaq. Bax, bunun bir karbon qonşusu var, birlidir. Bu ikilidir, çünki 2 karbon qonşusu var. Bu da ikilidir, 2 karbon qonşusu var. Bu da ikilidir, 2 karbon qonşusu var. Bu isə birlidir. Bu X-dəki birlilərin sayıdır. Amma bizdən Y-dəki birlilər soruşur deyəsən, yaxşı, onda gəl Y-dəki birlilər də sayaq. Deməli, CH3, CH, 2 qat rabitə CH3, CH3. O zaman bunu birli karbonları, bax bu bir karbon qonşusu olduğuna görə birlidir, bu da birlidir, bu da birlidir. Bu ikili olacaq çünki 2 karbon qonşusu var, bu isə 3 olacaq. Birli karbonların sayı 3 dənə oldu. Baxın, bu birlidir, bu da birlidir çünki bir karbon qonşusu var, bu da birlidir. Birli karbonların sayı 3-ə bərabərdir Y molekulunda. Və sonra da deyirdi ki, deməli, qrafik əsasən X-in bromlaşmasına sərf olan bromun kütləsini hesablayın. X-imiz 4,9 qramdır. X-imizin emeri 70-dir. Yəni izomer alkenlər olduğuna görə hər ikisinin emeri 70 götürürük də. 1 mol alken 70 qrama bərabərdirsə, görəsən neçə mol alken 4,9 qrama bərabərdir. Biz buradan 4,9-u 70-ə bölməklə alkenin mol miqdarını tapacağıq. Deməli, nə edirik? 4,9-u bölürük 70-ə. Bu da haradasa bizə verəcək 0,7 mol. Deməli, 0,7 mol alkenimiz var. 0,7 mol alkenə də bromlaşdırmaq üçün bizə 1 mol alkenə 1 mol brom 2 lazımsa 0,7-yə də elə 0,7 mol brom 2 lazım olacaq. 0,7 mol brom 2-nin də kütləsini tapanda 0,7-ni vuracaqsınız 160-a. O da haradasa bizə verəcək nə qədər? 11,2 qram. Bu da elədir 11,2 qram. Doğru cavabı 11,2 qram götürərik. Ümumilikdə 400 qram 4%-dir. Yəni 16 qram brom sərf olunub. Bunun 11,2 X-ə sərf olunubdur. Yerdə qalan 4,8 isə Y-ə sərf olacaq. Y-ə lazım olan brom 2 4,8 qram, X-ə lazım olan brom 2 isə 11,2 qrama bərabərdir. Y-in bir molekuldakı birlik karbonların sayında 3-ə bərabər olduğunu müəyyənləşdirmiş olduq.